Hamıya salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Günüm Koreya dili ilə başlayır. Daha doğrusu Koreya dilini tədris etməklə bu tələbəmdir və hal-hazırda oxu məşq edirik. Koreya dili imtahanına hazırlaşırıq, topik imtahanına və burada adi oxu deyil, Koreya dilində xəbərləri müzakirə edib, oxuyub yeni sözləri qeyd edirik. 냄새를 못 맡는 사람이 더 빨리 사망. Очень интересно. Давайте сразу вот где с переводом так разберем. Qorxmayın, mən maska taxmışam. Ay Allah, adam necə qorxulu və bədəb görünür, betər görünür. Oy, adam burnu qalır, yəni burnu yekə görünür adam. Salam. Mənim tanıdınız. Baxın, bu maskayı da tətbiq etdiyim Koreya maskasıdır, amma Qazaxstandan almışdım mən son səfərimizdə. Qazaxstanda o qədər Koreya məhsulları var. Elə bir ki, cənnətdir də. Koreyanın özündə olanın bir hissəsi elə Qazaxstandadır. Həm də çox münasib qiyməti olur. Heç bu maskaları bəzilərini bilirsiniz 60 qəpiyə almışam, təsəvvür edirsiniz. Hayf yerim az idi deyənə çox gətirə bilməmişəm. Amma biraz gətirdim də özümdən. Təbii ki də Formula 1 ərəfəsi olduğu üçün buralar bağlıdır. Yəni, bu normaldır, belə də olmalıydı. Belə. Bu vlogun adı ümumiyyətlə yoldaşım səfərlərdə olanda günlərim necə keçir vlogudur. Yoldaşım Bakıda olmayanda neynirəm. Adətən belə günlərdə valideynlərim yerdə qalıram. Vaxtdan səmərəli istifadə edirəm. Onlarla vaxt keçirdirəm və həmçində rəfiqələrimlə görüşürəm. İbrahim burada olanda həmişə nəsə işlər olur, qonaqlar olur. Amma o gedəndə elə bilir ki, biraz daha çox boş zamanım qalır. Bu normaldır, yəni təbii ki də ailəli olanda fərqli olur. Yetərincə vaxt ayırmaq lazım olur. İndi isə gedirəm rəfiqəmlə görüşməyə. Əslində anidən oldu. Tamam başqa işlərim, başqa planlarım var idi. Sadəcə özümü həm sıxıcı oldu biraz mənim üçün bugün. Hava falan biraz və bəzi digər səbəblərdən çox sıxıldım və ehtiyac duydum ki, görüşək mütləq. Ona görə indi onunla görüşürük. Daha sonra sizin üçün çəkəcəm. Rəfiqəmin işlərinə gəlib çıxdı. Bu musiqili teatrdır, Dövlət Akademik Musiqili Teatr. Çünki rəfiqəm aktrisadır. Ay Allah, çox çətinliklə çatdım bugün bura. Deməli, artıq rəfiqəmlə görüşdük. Acından ölürük. 200 metrlik yolu yarım saatdir gəlir. Sadəcə yaxşı ki, başımız söhbətə qarışıb. Acından ölürük, gəbəririk. Ya уже не выдерживаю. Başımız gelir. Əsas sən yaxşı ol. Bizi çatdır. Saxlamaqda olmur ki, nəsə alaq. Evet, acından artıq yıxılırıq, gicbələrlə gəldik ki, burada saxladıq necəsə maşını. Dönər də olsa yiyək ki, yıxılmayalım. Nasıl yanır? Vay vay. Nə başlamazsan, keçər burada. Ay Allah, çox pis iyi gəlir. Ev yanır. Gəldik, Amburan mola. Ümumiyyətlə, bayaqdan gəldik rəfiqəmgilə. Daha doğrusu bağlarına gəldik. Son sezonu bağlayırıq. Uşaqla oynadıq biraz. Çox şirin idi. Biraz yatdıq. Cəm 20 dəqiqəlik yuxu olsa da enerjimizi aldıq. Gəldik McDonald's-a. Sizin üçün maraqlı video çəkəcəyik. Nəhayət bitir oyuncaqları. Kitab. Çox dadlı görünür. Я буду сейчас наливать и Да. очень эстетично снимать. Estetik. Burada Amburan filialının içidir. Elə şirindir. Çöldə oturmaq hələ ki son günlərdə də dedik yararlanmaq çöldə oturmaqdan. Ümumiyyətlə buranı çox sevirəm də. Ab havası fərqlidir, sanki xaricdə. Nə? Gəlin Koreya dilində saymağı öyrənin. Hana. Hana. Tur. Tur. It's not English. K-pop yodoy. K-pop yodu. Changbuk. Ay Allah yıkılmıştım. Sam. Samsa. Yu.
Chill. На чили на расслабоне. Я chill запомнила, все. Ship это что? 10. Ship. 10. Amy, this shit is shit. Eğlendik. Hiç kes olmadı biz. Hiç kes olmadı. Надо Azerbaycan dilinde. Da. Tamam. Çok. Kanal Astebe. Salam hörmətli izləyicilərimiz. Hoş gördük sizi bizim Biz bugün kanalda. Cardi B'nin mahnısına uygun dans ediyoruz. TikTok reaksi. Bəli. 3 ve 1 ve 2. Митиномады. Ай, точно азербайджанский плитаdı bu. Big back, cookie, amoramады. Perfect. Умерга. Думаю, об свак. And the swag. Это уже на лезгинках. Kimi 20. yazmak istiyor? Korona vakti. Wow. Tamam, sizin saçlarınız niye böyle güzel? Çünki mən belə gözəlim. Yok bok ki indirimden ne yaş. Ramyon da var. Al oyun görürsen yok bok ki. İndi isə gəldik başqa marketə. Sizin üçün maraqlı kontent çəkmək üçün. Görək nə alırıq. Вот здесь burada Rolton. Nədir? Eriştəli şorba. Sulu xəngəl. Böyle bir şey yemişsiniz. İlk dəfədir görürəm. Maraqladım. Bu mənim ən sevdiyim ramyondur. Marketdən topuk aldı. Daha doğrusu yok bokki. Gece saat 1'de. Neçədir saat? 1'de bize bunu video çəkəcəkdik ya, amma video çəkmədik, tembellik elədik. Heç olmasa vlogda göstərim. Burada artık topukini hazırladık. Siz bunu Reels formatında göreceksiniz. Buna göre mutlaka Instagram'dan da izleyin. İnan o kadar tatlıdır ki isteyin. Allah bakın eğer görsen. Или, например, 이 이야기가 저를 울게 했어요. Например, то есть эта история заставила меня плакать. То есть гехада, когда мы один объект, один человек заставляет другого делать так, чтобы другой что-то сделал, или разрешает второму что-то сделать. Neçə gündür bağlama gəlib, yolcusu onu da götürdüm. Çatıram artıq evə. Deməli belə gəldim evə. Bir hissə paltaları qoydum yoluma. Biraz bu gün əsəkləşsizəm. Həm payız gəlib, həm bilməm, həm də biraz darıxıram. Vlogun adı yoldaşımsız bir həftə. İndi bağlamanı birlikdə aşağı dedim belə. Heç olmasa əhval-ruhiyyəmi qaldırım. Pozitiv olmaya çalışıram yenə də. Sizə balaca bağlamadı. Elə bir çox şey olmamalıdır. Bu nədir? Bu şəkildə başqa cür idi. Oy. Bu axı belə deyil. Bundan 2 dənədir. Sizə şəklini qoyacağım. Əsəbləşdim. Belə deyildi şəkildə. Məncə belə deyil.
Böyle sırbalardır. Gərək video çəkimi realda, həyatda. Temo bağlanmalar realda və həyatda. Bu da əzilib. Bunu neyinirəm mən belə? Temo, mən niyə qıcıqlandırsan? Belə qəşəngdir, amma əzilib. Mən də bunun əziyini açmaq üçün neynəməliyəm? Neynirəm belə? Qulaq aşağı. Çox sağ ol. Bu bilirsiniz nədir? Bu kulop qabıdır daha doğrusu. Belə asırsız. Küçük aynandır belə. Yapışdırırsınız qapıya. Yapışqandır. Ya, məsələn də şkafın qapısını yapışdırırsınız belə və yaxud da harasa. Bura kulokları atırsınız ki, səliqəli olsun. Məsələn, belə. Bu nədir? Buna da baxaq. Bir dənə palet zakaz eləmişəm. Bilmirəm nədir. Əsəbə Kitayski. Çin malı. Gerək. Belə rozovu tonlarda paletdir. Mən çünki əsas ağ və rozovu tonlardan istifadə edirəm. Əsl mənlik rənglərdir. Baxın. Gəlin, baxaq, yoxlayaq. Swatch time. Görək nə qədər ümumiyyətlə rəngi çıxır, ümumiyyətlə rəng çıxmır məncə. Siz nəsə görürsünüz. Çox azdır, zəifdir, amma yox, gündəlik istifadə etmək olar deyə düşünürəm. Baxarıq. Çox zəifdir amma. Bugün heç nəyə bəyənmədim. Ən çox bunu bəyəndim. Amma əzilib. Bunu da şikayət edeyim indi. Hə, necə açım mən? Ütüləməliyəm. Ütümüz də yoxdur, ütümüz də xarab oldu. Bu gəlsin, gedə ütü alaq. Hər şey birdən xarab olur. Amma mən şəkildə belə deyil də axı, başqa cür gözləyirdim. Neysə. İndi isə çay içəcəm. Limonlu çay, zoğal mürəbbəsi ilə bunu anam bişirib. Çox dadlıdır. Mən çox da mürəbbə sevən deyiləm. Amma nəsə evdə həm başqa bir şey yox idi çayla içməyə, həm də biraz daha faydalıdır. Nəinki şirniyyat, bişinti. Və son zamanlar pis deyil, gedir. Və paralel olaraq YouTube'da ya Netflix'də nəyəsə baxacağım. Biraz da vlogu montaj edəcəm. Əslində demək olar 2 vlog hazırdır. Orada sadəcə bəzi hissələrdə səs yazmalıyam üstündən. Bir dənə o qalıb da. Onu etsəm, bugün save edib paylaşa bilərəm. Aranızda buna baxanlar var. Baxmamışam. Not that Paris'də, yəni ki, belə tərcümə olunur. Görək nədir, necədir. Yağış yağır. Yağış yağır. Deməli belə 2 partiya paltar yudum. Sonra biraz ortalığı səliqəyə saldım, amma yenə də sabah ay Allah, dəhşət yağış yağır. Bilsəm daha isti hucini giyinərdim. Mən giymədim ki, hava istidir. Baxın, neysə yağır. İndi hələn başlayır, dəhşətdir. İnanın, yağış yağması mən hətta keyfimi açdı. Deyərsən sizə demədim ümumiyyətlə. Mən Mehriban xanımın bazara gəlmişəm. Və arada bura gələndə mənim relaksiyum olunca da bura yeməyi də yiyirəm, masajda olunuram, pastırlar da olunur. İndi gedirəm pes atışdırmalı, pes almalı, çünki yemək yeməmişdim normal. Gəldim evə. Mama o kadar dadlı pişirib ki, indi yiyəcəm. Ayka, baxa. Если вы помните, однажды на мукбанге, по-моему, это был... Hər dəfə mama gilə gələndə bunlara baxıram. Almam. Biz yandı. Gəldik elə McDonald's-a. Bu aralar McDonald's-ın çıxır. Siz mən hələm almamışam Happy Meal'ın özünü. Şurada. Şurada. Hə, vina şurada oxşur. Jane-Hop 2 dənədir. Bu da Jane-Hop, bu da Jane-Hop. Reels videosu artıq çəkmişəm. Happy Meal'a giririk. Burada əlavə oyuncaq, ayrıca oyuncaq almaq olur. Burada 5 manatdır. Mən Ambranda 6 manatı görmüşdüm. Baxın, Happy Meal götürə bilərsiniz ya da əlavə götürə bilərsiniz. Okay, karton free. Lap yaxşı. Və oyuncağı seçə bilirsiniz özünüz nömrəsini.
Gözəlçələrimiz gəldi. Amma hiss etdim. Qəşənglər. Deməli, açdıq gözəlçələri. Belə kartişkalar, oyuncaqlar. Çox şirinlər. Hətta biceps falan olmayanlar belə, yəni bunu ala bilər. Çünki çox şirinlər. Özümə danışıram bayaqdan burada. Çəkməmsən. Videomu basmıram. Yarım saat sizə hər şey göstərib başa salaram. Sən demə videoya basmamışam. Neydi? Burada dorbili sosudur. Yeni sosdur. Mənim üçün yeni sosdur. Ay Allah, tezdən göstərim. Baxın. Happy Meals. Çox qəşəngdir amma oyuncağı da. Mən çubuq götürdüm. Çox gülməlidir çünki 500 dəfə təkrar edirəm artıq. Bir dəfə reels üçün çəkmişəm, bir dəfə vlog üçün, amma basmamışam. Çox şirindir. Bu da onun kartişkasıdır, göstərmişəm. Onu isə bir götürüb Reels'da zaten görəcəksiniz hamısını. Və təbii ki, Happy Meals'ın içində seçmə uyğun. Mən cheeseburger götürdüm. Bugün diyetam yine pozuldu. Həmçinin kartoflu götürdüm. Və portakal şəkli. Bugün mən tamamilə fərqli planlarım var idi. Evə getməliydim. Yığış olmalıydı evdə, yəni təmizlik işləri və s. Tamamilə başqa bir formatda olmalıydı. Bu günüm keçməliydi. Dəyişdi. Ona görə, amma yaxşı ki də dəyişdi planlar. Yiyək, gedim tez idman geyimi almalıyım özümə yeni. Daha sonra gedəcəm dərs keçməyə. İsminности. То есть корейцы. К, кя, ко. Да, например, там киок переходит в следующее слово и будет ильгойо. Окей? Мы сейчас запишем по рабочей тетради продолжение. Там еще есть дополнительные глаголы. Чатта – искать, найти. Татта – это закрывать, а его антоним yolda – открывать. Yenə salam. Deməli belə, mənim 1 saat arada vaxtım var idi. Artıq onun 50 dəqiqəsi qalıb çox güman. Dedim, vaxtdan səmərəli istifadə edeyim. Buralara, mağazalara gedəcəm yaxındakı və həmçində hərəkət edeyim. Hərəkət eləmək çox vacibdir, hələ ki hava icazə verir. Bunu etmək necəsiz? Onu bilir ki, mən highlighter xəstəsiyəm. O saat bura gəldik bu acizala. Və qalanlar ancaq azdır. Yoxdur demək olar ki, nə acabsan? Oxşuyur mənimkinə doğrudan. Çox oxşuyur. Bəs məndə biri şeydir də. Burada təzələri var ya bu arada. Başqa yerdə onun. Qəşəngdir. Bu da qəşəngdir. Bəs məndə konfetlər çoxdur. Bu da. Bu nədir prosta? Bu. Və təbii ki, hər yerdə BTS və Blackpink. Nə yaxşı ki var ya bizdə. İllər öncə bu hardasını tapmaq qənimət idi. Ne? Şirin hayallerinin peşinden git. Düzdür bence de. Düştü çok sağ ol. Hamıya salam. Bugün artıq 5-ci gündür və bu vlogun son günüdür. Bugün heç nə çəkməmişəm, artıq axşamdır. Artıq gecədir, hətta 00 keçib, növbəti gündür demək olar ki. Birazdan bir neçə saatda İbrahim evə qayıdır. Bu deməkdir ki, bu vlogun sonudur. Mən valideynlərim gildəydim. Bu bütün günü relax gün olub. Əslində hazırlaşsam da neçə gündür və qəti qərar alsam da ki, bugündən idmana başlayıram. Həmişəki kimi nəsə maneçilik olur. Amma həqiqətən dünəndən özümü bir tər hiss eləyirdim. Biraz boğazım narahat idi. Nə ağrıyırdı, nə də tam belə sağlam değildi. Biraz belə bədənimdə ağrı var idi. Elə bil ki, üşütmə kimi, biraz oynaq ağrısı var idi. Və səhərə qədər yata bilməmişəm, 4-ə qədər. Biraz özümü narahat hiss eləyirdim. Səhər də durdum ki, o soyuq dəymə olanda ürəyim bulanara, heç nə yemək istəmərsən. Elə bir vəziyyətdə idim.
Tezdən durmuşdum. Özümü yuxuya verdim ki, sadəcə yatım ki, o hiss olmasın da. Çox zəif hiss edirdim özümü. Ona görə yatmışam, durmuşam, təzədən istirahət eləmişəm, dərs keçmişəm. Rəfiqəmlə görüşmüşəm arada biraz. Amma sizin üçün də heç nə çəkməmişəm. Çünki o modda olmayanda istəmirəm ki, ümumiyyətlə negativ ötürüm. Belə. İndi isə gəlmişəm artıq evə. Bəzi şeylər aldım. Çıxmamışdan soyuducunu tam boşaltmışdım. Ona görə bəzi şeylər aldım ki, heç olmasa İbrahim gəldi, ona qəşəng qarşılayım. Meyvə aldım biraz. Səhər yeməyi üçün bəzi şeylər aldım. İndi istəyirsiniz birlikdə unpacking özəliyik. Nədir bu? Unboxing də deyil, unpacking də deyil. Unpacking edərdi daha çox. Gedək birlikdə aldıqlarımı yerləşdirək soyuducuya. Biraz baxırsan heç nə almamışam, amma yetərincə almışam. Gəlin bunları yerləşdirəm. Ümid edirəm yumurta sınmayıb. Salamat yumurta. Şimdi bir soyuducuya yerləşdirək. Arada Temu'dan bunu sipariş vermişdim. Şu yanında biraz romantik. Bunu qapının içinə yapışdırmaq üçün sipariş vermişəm. Düşünürəm bunun içinə yapışdırım. Yəni baxaq, burada yuyucu vasitələrdir. Bura yerləşir də. Prosta narahat eləməz ki, bu qapını açıb bağlayanda. Bu qapı isə daha böyüdür. Bəlkə bura qoyaq belə. Prosta burada digər şeylər almaq fikrindəyəm, biraz organizer falan. Ən böyüyü də buradır da. Ona görə baxaq. Bu çubura eləyək də, bura paketlərdə səliqə ilə qoyum. Digər rəf isə bura boşalsın, bura səliqəyə səhmam. Yaransın burada. İndi YouTube'u qoşacağım, biraz ASMR edək. Deməli, burada bu bilirsiniz, belə yapışqanı var, yapışqan hissəsi. Bunu qopardırsınız, elə yapışdırırsınız. Daha bilmirəm, sonra qopur ya yox. Oy. Gəlin, edək, yapışdıraq ora. Yapışdırdım, baxın. Qapını örtüb bağlayana da mayna olmuş. Çox da rahatdır. Burada paketləri yığacam qəşəng. Burada baxın, bütün polkanı o tutur. Ona görə bəlkə bunu daha faydalı nələrəsə istifadə edərik də. Paketlər orada olsun. Biraz doldurdum, amma paketlərimiz çoxdur. Bura bilmirəm, nə məntiqdən bura qoydum. Bura ancaq zibil üçün məsələn qoymaq olar, sırf zibil paketlərini. Çünki baxın görün, nə qədər hələm qalıb. Burada da var, burada da var. Bura bütün polka ona həsr olunub da. Bilmirəm, ona ayrı vaxt eləmək lazımdır. Aldıqlarımı göstərim. Bu tomat pastası. Bu Willinin bu pendiri dadlı olur. Bunu yəqin bilirsiniz. Daha sonra belə bir mozzarella pendiri aldım. Yıxılma da. Belə bir mozzarella pendiri aldım. İlk dəfədir sınayacağım. Bilmirəm necədirsə. Kofe. Sonra biraz kalbasa aldım. Ümumiyyətlə bizdə bir çox şey ya evdə olmuruq, hardasa oluruq, ya da ki məsələn xaladenikdə də biraz problem var. Tez xarab olur deyənə artıq çox az alacağıq hər şeyi. Xaladenikə düzəldəcəyik bu günlərdə. Amma yenə də az almağa çalışırıq. Çünki hayf olur, israf olur və bu düzgün deyil deyə düşünürəm. Daha sonra səhər yeməyi üçün bu qaymaq. Uzun ömrün bu firmanı çox sevirəm. Mənim ən sevdiyim Dovğa uzun ömür firmasıdır. Baxın, reklam deyil. Ən sevdiyim, özü bu qablaşdırmanı sevirəm belə yeməyi. Acan kimi bundan alıram. Amma bu qaymağı ilk dəfədə bilmirəm nədirsə, qaymaq yazıb görərik. Bunu da ilk dəfə sınayacağım, görüm nədirsə. Bu dəfə dedim fərqli dadlar olsun. Sonra qara lavaş, pəkriz lavaşı yazılıb. Nə əcəbsə lavaşların yenisini tapmaq olur. Bəzən bir neçə günün lavaşı olur və dəyişmirlər. Daha sonra qara çörək. Ümumiyyətlə mən demək olar ki, bu aralar çörək yemirəm. Çox da sevmirəm, yəni burger olmasa. Bu da zeytun. Bunu da səhər yeməyində və ümumiyyətlə yeyirsən çox faydalıdır, çox dadlıdır. Mən yenə də meyvələrdən də hərəsindən biraz almışam. Biraz banan, biraz armud, sonra şəftəliyum. Biraz yaşıl alma. Deyəsən xaladenik də var idi. Ona görə tam əmin olmadığım üçün çox almadım. Karalok, bilmirəm day necədirsə. Dedilər, təriflərlər ki, yaxşıdır. Və çox sevdiyimiz nar. Hərəsini biraz aldım. Meyvə tabağı yapacağım.
Hə, yaddaşım doldu, yarımçıq qaldı sözüm. İbrahim meyvələri çox sevir. Deməli, doğranılası və qaba qoyulası ərzaqları artıq qoydum hazır səhər yeməyi üçün. Sadəcə ağızlarını örtüb qoyacağım soyuducuya. Yanından sonra pomidor yumurtadır, çörəyi, lavaş, nə bilim, pisokdur, çay içsə çay, kofe içsə kofe ya kakao. Bunları qoyacağım. Yağ, belə düşünürəm. Əsas hamısı bunlar hazırdır. Bir dənə qalır meyvələri doğramaq. O da ki, indidən doğramıram. O gələnə yaxın doğrayacağım, çünki qaralacaq. Sveji, təzə-təzə olsun. Belə. Burada da K-drama izləyirəm. Yeni K-dramalardan. Artıq hər şey hazırdır, relax, hər yer təmiz olanda, hər şey planla gedəndə çox adam qəşəng olur. Artıq şarkılar söyləmək istəyirəm. Mahnı oxumaq istəyirəm belə. Bəzən olur o gecə gələn o. Bunlar da hazırdır. Bunları da soyuducuya qoyaq. Merhabalar çocuklar. Yeni arkadaşlarınız geldi. When marimba rhythm start to play, dance with me, make me sway, like a lazy ocean at the shore. All the dancers will be on the floor. Only you have that magic.